Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün olduqca dadlı, ləzzətli kələm salatı hazırlayacağım. Kələm salatı üçün lazım olan ərzaqları dəzgahın üzərinə yığmışam. Əvvəlcə kələmi xırda doğrayıram. Doğradığım kələmi qabın içərisinə tökürəm. Daha sonra isə şüydü doğrayıram. Şüydü də kələmin üzərinə tökürəm. Daha sonra üzərinə zövqə görə duz əlavə edib əlimlə ərzaqları yaxşıca ovuşdururam. Daha sonra bir ədəd kökü rəndədən keçirirəm. Eləcə də 2 ədəd almanın qabığını soyub onları da rəndədən keçirirəm. Almanın qabığı qalın olduğu üçün mən qabığını soydum. Əgər qabığı nazik olarsa, soymadan da keçirə bilərsiniz. Rəndədən keçirdiyim ərzaqları da kələmin üzərinə əlavə edirəm. Daha sonra isə üzərinə 1 ədəd limonun suyunu sıxıram. Qaşıqla yaxşıca qarışdırıram. Bütün ərzaqları qarışdırdıqdan sonra kənarda 1 saat gözlədirəm. Daha sonra isə qaba töküb süfrəyə təqdim edirəm. Salatın içərisinə zövqə görə xiyar, pomidor da doğraya bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim salatımı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.